Xalq artisti Röya Ayxanın oğlu Hüseyin təhsil aldığı məktəbin 11-ci sinifini bitirərək məzun olub. Məktəbin məzun gecəsində səhnədə çıxış edən xalq artisti Aygün Kazımovanın həmkarı Röya Ayxan ön sıralarda izləyib. Bunu görən Aygün, Röya və oğlu Hüseyini səhnəyə dəvət edib. Ay kız deyirəm abla gel buraya eşitmirsən. Canım Röya balan bugün mezun günüdür. Tebrik ederim seni yürekten. Kusik gel bura kusik ne modlu olandı maşallah. Gezelim. Tarihi bir məqam değil bu. Tebrik ederim. Hay Allah öyle güzel, öyle bir özel gündü ki bu her bir insanın hayatı. Canım tebrik ederim. Hay Allah öyle güzel, öyle bir özel gündü ki bu her bir insanın hayatında. Her bir insan bu günü yaşıyor da. Kusik canlarım, aziz mezunlar, unutulmaz bir gündür.